Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Vel akibetu lil muttaqin. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisan yefqahu qavli. Allahümme Rabbi yessir ve la tuassir. Rabbi temmim bil hayr. Deməli, bugünkü məsələ təvəssül məsələsidir. Təvəssül sözünün kökü, yəni insanlara, bilməyənlərə aydın olsun deyə deyirik bunu müqəddiməni. Təvəssül sözünün kökü vəsilə sözündən götürülübdür və vəsilə də ərəb dilində vavdan, sindən və ləm əlifdən mövcud olan bir köklü sözdür. Vəsilə sözü birinə yaxınlaşmaq üçün yəni istifadə olunan bir şey deməkdir. Yəni vasil olmaq, çatmaq, yaxınlaşmaq mənasını verir və həmçinin vəsilə sözü barədə ərəb dili lüğət alimləri öz müfradatlarında, kitablarında məsələn zikr ediblər. Rağib el-İsfahani özünün müfradatında deyir ki, əl-vəsilə mə yutəqarrabu bihi iləllahi min fi'li ta'at. Deyir ki, Rağib el-İsfahani vəsilə, itayət və ibadətlə Allaha yaxınlaşmaqdır. Həmçinin İbn Mansur özünün lisan-ül ərabında deyir ki, əl-vəsilə mə yutəqarrabu bihi iləl-ğayr. Hər birinə yaxınlaşmaq üçün istifadə edilən digər şeydir. Və biz də bilirik ki, vəsilə Allah Subhanahu taalanın Quranda zikr elədiyi məsələlərdən biridir. Allah Subhanahu taala Quran-ı Kərimdə bir çox ayədə vəsilədən danışır və ələxüsusda Maidə surəsi məşhur ayədə 35-ci ayədə Allah Subhanahu taala deyir ki: "Ya eyyuhellezine amenuttaqullah vabtaqu ileyhil vəsilə." Ey iman gətirənlər, Allahdan qorxun və ona yaxınlaşmaq üçün vasitə axtarın. Və bu vasitənin, vəsilənin nə olduğunu da Allah Subhanahu taala digər ayələrdə, həmçinin bu ayənin axırında da açıqlayır. Ayənin axırında deyir ki: وَجَاهِدُوا فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ və deyir, onun yolunda cihad edin ki, vuruşun ki, bəlkə nicət tapasınız. Digər ayələrdə də Allah Subhanahu taala buyurur ki: وَمَا أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ بِالَّتِي تُقَرِّبُكُمْ عِندَنَا زُلْفَى إِلَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا. Deyir, sizin nə malınız, nə övladınız bizə yaxınlaşdıran deyildir. Yalnız və yalnız iman gətirib salih əməllər işləyənlərdən başqa, yəni bizə yaxınlaşmaq, vasitə eləmək mümkün deyildir. Digər ayədə Fatih surəsində 10-cu ayədə Allah Subhanahu taala buyurur ki: "İleyhi yes'adul kelimut tayyib vel amelus salih yerfa'uhu." Deyir, gözəl söz Allaha tərəf yüksələr və salih əməl isə onu uzaldar. Və bir çox, məsələn, digər ayələrdə Allah Subhanahu taala buyurur ki: "Fəmən kana yarju liqa rabbih fely'amel amalan salihan." Kim deyir, Rəbbinə qovuşmağı ümid eləyirsə, salih əməllər işləsin. Yəni Quran-ı Kərimin ayələrinə baxdıqda biz görürük ki, əsas vasitəni, əsas vəsiləni Rəbbimiz bizə salih əməlləri misal çəkir. Allahdan qorxaraq itaət etmək, ona itaət etmək və haramlarından, əmrlərini icra edib haramlarından çəkinməyi Allah Subhanahu taala dəfələrlə bizə buyurur əsas vasitə olaraq. Həmçinin Quran-ı Kərimdə digər vəsilələr də var. Məsələn, Allah Subhanahu taalanın adları ilə olan vəsilələr var. Rəbbimiz Quranda buyurur ki: "Velillahil əsmaul husna fəd'uhu biha." Deyir, ən gözəl adlar Allaha məxsusdur, elə isə onu bu adlarla çağırın. Vəsilənin, yəni növlərindən biri də Allahın adları ilə olunan vəsilədir. Və sonra üçüncü növ vəsilədə isə Allah Subhanahu taala ayələrdə sağ olan, diri olan salih insanların, peyğəmbərlərin qissələrindən danışanda, məsələn, məşhur ayədir Nisa surəsi 64-cü ayədə Allah Subhanahu və Taala Peyğəmbər sallallahu əleyhi və səlləmə gəlib bağışlanma diləməkdən danışır və deyir, əgər deyir onlar özlərinə zülm eləsələr və sonra sənin yanına gəlsələr və sən də onlar üçün Allahdan bağışlanma diləsən. Deyir, وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفِرُوا اللَّهَ وَاسْتَغْفِرَ لَهُمُ الرَّسُولُ. Əgər deyir onlar özlərinə zülm etdikdə sənin yanına gəlib Allahdan bağışlanma diləsələr və peyğəmbər də onlar üçün Allahdan bağışlanma diləsə, Allahın təvvab, yəni tövbələri qəbulinin və rəhimli olduğunu görərlər. Və həmçinin Yusuf əleyhissalamın qissəsində də buna oxşar bir qissə keçir, sağ olan, yəni insanın duası ilə. Orada Yusuf əleyhissalamın övladları, daha doğrusu Yaqub əleyhissalamın övladları deyir ki: "Qalu ya abana istaghfir lana zunubana." Qala sawfa astaghfiru lakum rabbi. Deyirlər ki, ey atamız, günahlarımız üçün Allahdan bağışlanma istə və o da deyir ki, sizin üçün Rəbbimdən bağışlanma istəyəcəyəm. Yəni Quran-ı Kərimdə olan vəsilə üç cürdür. Biz baxdıqda görürük ki, üç cürdür. Salih əməllərlə olan vəsilə, Allahın adları ilə olan vəsilə və sağ olan insanın, salih bəndənin, peyğəmbərin, möminin, yəni diri olanın duası ilə olan vəsilə. Üç tür təvəssül növünü görürük. Və bundan qeyri bütün təvəssül növünə də biz rədd edirik və küfr edirik. Bundan qeyri bütün təvəssül növləri batildir, ya haramdır, ya da şirkdir. Mənim müqəddimə bu qədər, İbrahim. Tamam. Allah razı olsun. Allah bərəkət versin Bəhram qardaş. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala əşraful ənbiyayı vəl mursalin və ala əhl-i beyti teyyibinə tahirin və na'nu daimu ala ədayhəm əcməyin. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu əziz qardaşlar. Bəhram qardaş, mən dəlillərə keçməzdən öncə inşallah bu sualı verim sənə, sən cavabla, sonra sənin cavabının üzərindən danışaq, söhbət edək. Yəni problem deyil, nə qədər istəsən cavab ver, mən qulaq asacağım sənə. Ümumiyyətlə, sənin bu dediyin vəsilə növlərindən başqa
vəsiləni qəbul edən kəsin hökmü nədir qardaşım? Gözəl qardaş. Kimsə desə ki, salih insan eləmək olar, bu kəslərin hökmü nə olur gözəl qardaş? Buna bir istəyirsən cavab ver, əgər cavab vermək istəsən. İbrahim, mən öz təvəssülün nə mənaya gəldiyini və təvəssülün növlərini Quran-ı Kərimdən möhkəm ayətlərlə təqdim elədim və inşallah ki, dinləyicilər də mənim nə hansı etiqadda olduğumu və nəyə dayandığımı bildilər. Sən də zəhmət olmasa öz etiqadını təqdim elə. Quran-ı Kərimin dəlillərini çatdır, ondan sonra. Sən nə dedinsə mən hamısına razıyam, qəbul edirəm hamısını. Gətirdiyin ayələrə, gətirdiyin dəlillərin hamısına iman edirəm, qoşuluram səninlə bərabər. Sən ya yox. Bir dənə ayət gətir ki, bu üç növ təvəssüldən başqa təvəssül yoxdur. Buna Bəhrəm qardaş, buna dəlillər gətirəcəm. Zəhmət olmasa bir dənə bu sualıma cavab ver, sonra keçək də. Yəni kim desə ki, bir nəfərin bax bu ədalətli olmur axı. Mən öz dəlillərimi təqdim edirəm. Tamam. görə məsələn ölülərlə təvəssül eləmək olar. Quran-ı Kərimdə olan bu ayəyə görə. Dəlili sən gətirməlisən, mən yox. Yox, bu aşıq, dəlilini mən gətirəcəm. Tamam. Suala cavab verməsən də mən dəlil gətirəcəm. Sualın yenisiz deyim, mənasız, ona görə vermirəm suala. Tamam qardaşım, tamam. Görünür rahat şəkildə, qardaşlar. Görünmür, amma sən oxu, davam elə. Deməli, Şeyxülislam, Əl-İmam Nasiruddin Muhammed ibn Abdullah Əs-Samiri Əl-Həmbəli. Həmbəli alimlərdəndir. Həmbəli alimlərindən bir alimdir. 616-cı ildə vəfat edib, Hicri qəmər tarixi ilə. Deməli, özünün Əl-Məstəvi kitabında 1-ci cilddə səhifə 524, 525, 526-da belə bir bab açıb, Kitab-ül Həcc və bu ziyarəti qəbr-ül Rasul sallallahu aleyhi və alih. Belə bir bab açıb, babda nə yazır? Əziz qardaşlar, babda yazır ki, وَإِذَا قَدِمَ مَدِينَةَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi və aleyhi və səlləm اُصْلُحِبَ لَهُ أَنْ يَغْتَسِلَ لِدُخُلِهَا ذَكَرَهُ İbnül Bənnə. Deyir ki, elə ki, Mədinəyə daxil olduğum Rasulullah sallallahu aleyhi və alihin qəbrinin yanına çatdı. Bunu İbnül Bənnə da rəvayət edib. ثُمَّ يَأْتِي مَسْجِدَ الرَّسُولِ فَيَقُولُ عِنْدَ دُخُلِهِ بِسْمِ اللّٰهِ Allahümme salli ala Muhammed və ali Muhammed. Sonra deyir, Rəsulun məscidinə gələr, ora daxil olub deyərsən ki, Allahümme salli ala Muhammed və ali Muhammed və yuqaddimu ricləhul yumnə fid-duxul. Thumma yati haitel qabr. Deyir ki, məscidə daxil olarkən sağ ayaqla girərsən, burada qaydaları sağ ayaqla girərsən, sonra nə edərsən? Əsas məsələ nədir? Qardaşlar, sonra deyərsən ki, Əssəlamu aleykə ya Rasulullah. Sənə salam olsun ey Allahın elçisi. Əssəlamu aleykə eyyuhən nəbiyyü və rəhmətullahi və bərəkatuhu. Allahümme salli ala Muhammed və ali Muhammed ilə əxirihi mə yəqulu fi təşəhhüdül əxir. Sonra təşəhhüddə oxunan duanı oxuyarsan. Allahümme ə'ti Muhammedu vasilə vəl fədilə və dərəcətər rafiə. Allahım, deyir sonra belə deyərsən. Allahım, Məhəmmədin fəzilətini, dərəcəsini mənə bəxş elə və məqaməl mahmudəlləzi və əhdəhu iyyəh. Deyir ki, ona məqam-ı Məhmədu bəs bəxş elə. Sonra nə deyərsən? Sonra deyərsən ki, kəmə bəlləğə risalətək və bəlləğə əyətik. Necə ki, sənin risalətini çatdırdı, ayələrimi təbliğ elədi. Və fədə bi əmrik həttə ətəhul yəqin. Sənin əmrini açıq şəkildə yerinə yetirdi, ta ki, ölüm ona, yəqin ona çatana qədər. Sonra nə deyərsən? Allahümmə innəkə qultə fi kitabikə li nəbiyyikə aleyhissələm. Sonra deyir ki, Peyğəmbərinə deyir, buyurmusan ki, əgər deyir, onlar hansı ki, məşhur ayəni, əgər onlar əhl-i-sünnə alimi deyir, əgər onlar özlərinə zülm edən zaman, hansı ki, Bəhrəm qardaş bu ayəni zikr elədi, sənin yanına gəlib bağışlanma diləsəydilər, sən də tövbələri qəbul eləyərdin. Və inni qəd ətuytəkə təibən mustəğfirən. Mən isə sənə tövbə edərək, bağışlanma diləyərək gəlmişəm. Fə əsəlukə ən tuvciyə lil-məğfirətə. Deyir ki, səndən istəyirəm ki, mənim bağışlanmamı vacib eləyəsən. Kəmə əvcədləbə limən ətəhu fi həyati. Necə ki, onun həyatında yanına gələnlər üçün bunu vacib etmişdin. Allahümmə inni ətəvəccəhu iləykə bi nəbiyyikə nəbiyyir rəhmə. Allahım, sənə rəhmət Peyğəmbərin vasitəsilə yönəlirəm. Ya Rasulullah, sonra nə deyərsən? Ya Rasulullah, inni ətəvəccəhu bikə ilə Rabbi liyəğfirə li zunubi. Ey Allahın elçisi, sənin vasitənlə Rəbbimə yönəlirəm, deyirəm. Günahlarımı bağışla. Allahümmə inni əsəlukə bihaqqih
ən təğfirə li zunubi. Allahım, onun haqqına görə səndən istəyirəm ki, günahlarımı bağışlayasan. Allahümmə i'cəl Muhammədən əvvələ şafi'in. Allahım, Məhəmmədi şəfaət edənlərin əvvəlindən et, onu birincilərdən et. Daha sonra deyir ki, qabru ilə minbər, deyir ki, minbərlə qəbrin arasında rövzada olan, deyir, orada namaz qılar. Bu, Rasulullah sallallahu aleyhi və aleyh vasitəsilə təvəssülü ispat edir. Hansı ki, əhl-i sünnət alimlərindən bir alimdir. Daha sonra Əl-Furu kitabında... Mən səndən başqa şey tələb elədim, sən başqa şey oxuyursan. Mən dedim ki, bizim etiqada görə olan təvəssülün növü Quran-ı Kərimdən filan etiqaddır, filan ayələrdir. Sən də öz etiqadına görə dedim ki, təvəssülə tərif ver və bunun təllini gətir. Görək mən sənə razıyım da. Qardaş, mən sənə razıyım. Mənlə razısansa, mənim gətirdiyim bütün Quran ayələrini qəbul edirsən, düzdür? Bəli. Bəli. İndi bu əhl-i alimi ki var, bax qardaşım. Mən demədim sənə ki, Quran, mən demədim alimlərindən ki, bunu icazəli görür, ki, müstəhəb görür. Gözəl qardaş. Mən dedim ki, öz etiqadına görə dəlilini gətir, öz etiqadına görə. Demədim mənim etiqadıma görə dəlil gətir. İkincisi, sən həmbəli deyilsən, həmbəlidən dəlil gətirsən mən. Birincisi alim, alimin sözü əhl-i sünnətdə sizdəki kimi deyil. Alimin sözü dəlilə möhtazdır. Qurana və sünnəyə tabedir. Quran və sünnətə alimin sözünü təsdiqləyirsə, alimin sözü qəbuldur. Amma Quran və sünnət alimin sözünü təsdiqləmirsə, alimin sözü qəbul deyil. Kim olur olsun. Necə ki, İmam Məlik rahimehullah peyğəmbərin məscidində. O sözümü deyim. Aman bir bizə danış. Necə ki, bayaqdan sən oxuyursan da susmuşam, görsən qulaq asıram. Necə ki, İmam Məlik peyğəmbərin məscidində olanda əlini, barmağını uzadır peyğəmbər sallallahu əleyhi və səlləmin qəbrinə, deyir yer üzərində hər kəsin sözü rədd edilə bilər. Yalnızca bu kişidən başqa. Və Allah Subhanahu təyin etdiyi Rəsuldan başqa istənilən hər kəsin sözü rədd oluna bilər. Mən səndən tələb etdim ki, Quran-ı Kərimdən özünün etiqad etdiyin təvəssülə dəlil. Sənin həmbələ Qurandan gətirir də dəlil. Bir dəqiqə səbirli ol, gözəl qardaş. Bir dəqiqə səbirli ol. Birincisi, sən bu Şeyxül-İmam Nəsiruddin Muhammed ibn Abdullahdan, Əs-Səmuridən, Əl-Həmbəlidən daha fəhmli bir adam deyilsən. Çünki bu adam, hansı ki Nisa surəsi 64-cü ayə ki var, onu şiyələr kimi başa düşür. Onu təvəssül ayəsi kimi başa düşür. Öz alimlərindən ya da ki, öz Quran-ı Kərimdən özünə aid. Quran-ı Kərimdən qulaq as. Quran-ı Kərimdən özünün etiqadına dair, Quran-ı Kərimdən möhkəm bir ayət gətir ki, təvəssül ölülərlə, Peyğəmbər sallallahu əleyhi və səlləmin qəbrindən və yaxud Peyğəmbər vəfat etdikdən sonra da icazəlidir. Buna da qardaş, mən sənə bir dəqiqə səbirli ol. Mən sənə alim söz oxumadım ki, filan kəs deyir ki, filan kəs. Belə. Mən sənə birbaşa Allah Subhanahu taalanın kitabından oxudum ki, Allah Subhanahu taala nələrə icazə edir. Bütün bəhslər, bir dəqiqə də qardaşım. Bütün bəhslərdə mənə alim söz oxumamısan ki, bu vaxta qədər. Mən sənə demişəm ki, alim söz oxumam. Mən birinci başlayan mən baxıram nə vaxt harda oxumuşam. Yəni bəhslərin qayda hamısı ordadır. Mən sənə deyirəm ki, Quran-ı Kərimdən öz etiqadına dair bir dənə möhkəm dəlil gətir ki, lap mütəşabih dəlil gətir. Möhkəm yoxdur gətirəmsən. Təvəssülün icazəli olmasına bax. Mən nətər Quran-ı Kərimdən gətirdimsə, dedin razıyam. Əla. Mən də sən də elə bir dəlil gətir ki, mən səndən razı olum Quran-ı Kərimdən. Qardaş, bir dənə aman ver, bir dənə imkan ver. Birincisi sənə kim bu qaydanı qoyub ki, təvəssülün bütün dəlilləri Quran-ı Kərimdə olmalıdır. Sənə kim qoyub bu qaydanı? Bu bir, ikincisi də bir dəqiqə. Yoxdur da Quranda. Bir dəqiqə də qardaşım. İkincisi də Ay İbrahim, yoxdur. Əhl-i-Sünnə və Cəmaənin. Ay qardaş, bir dəqiqə də. İkincisi də Əhl-i-Sünnə və Cəmaənin imamları, şeyxləri, alləmələri, fəqihləri təvəssülün mən deyən növünü qəbul edir. Mən bunu sənə sübut edirəm. Mən sənə alimlərə girsək, sən Əhl-i-Sünnətin adından danışma. Alimlərə girsək, mən də sənin gətirdiyinin 5 Mən Əhl-i-Sünnətin adından danışıram. Sənin gətirdiyinin, ay İbrahim, bir dəqiqə, mən Əhl-i-Sünnətin adından danışıram. Sənin gətirdiyinin 5 qatını gətirərəm ki, Əhl-i-Sünnət alimləri bunu rədd edir. Mən də deyirəm ki, alimə girsən. Alimlər ixtilaf eləyə bilər. Allah Subhanahu taalanın kitabında ixtilaf yoxdur. Sən bir dənə Allah Subhanahu kitabından gətir. Sən özün dedin ki, bir dəqiqə qardaşım. Sən özün dedin ki, təvəssülün bu növündən başqa bir növünü qəbul edən nədir? Ya şirkə düşür, ya harama düşür, ya da bidət edir. İndi mən sənə bidət əhlini göstərim. Sonra da sən cavab verərsən. Buna alim sözünə qalsa, mən də şia alimlərindən, qulaq as bir dəqiqə, səbir ol. Nə qədər alimin sözünün üzərində qurubsan. Bir dəqiqə səbir ol. Mən alim sözünə qalsa, şia alimlərindən, şia təfsirçilərindən gətirərəm ki, həmən bu vəsiləyə, Maide surəsi 35-ə təfsir verəndə həmən bu vəsiləyə gedib imamların qəbrindən, gedib peyğəmbərin qəbrindən vəsiləni yox, birbaşa Allah Subhanahu taalaya itaətlə, salih əməllə vəsiləni dəlil olaraq gətirirlər. Yəni mən də bunun alimin sözü, mən sənin alimlərinin sənin etiqadına zidd sözünü gətirsəm, sən bəzi alimlərin xilafını gətirsən, bu bəhs qutaran deyil. Bizim bəhsimiz Quran və səhih hədislər üzərindədir. Gətirərsən də, qardaşım, gətirərsən. Mən sənə nə deyirəm ki, gətirərsən. O cəmaət bilsin ki,
Həmbəli, Şafii, Hənəfi alimləri hansı əqidədə olub, hansı etiqadda olub, şiələr kimi başa düşüb, bidət əhli Yo olublar, yo, şiələr kimi. bir söhbət və görsən heç sən bilmirsən ki, Sonra- insan sonra- sən heç bilmirsən ki, insan nə vaxt bidət əhli olur. İnsan bir İndi dənə mən- bidət eləyəndə, insan bir bidət eləyən kimi o bidət əhli sayılmır. Sən heç Olmaz görsən ki, heç olmaz. bilmirsən. Səninki olmaz, Sən bax. qaydaları bilmirsən axı. Daha sonra- Kim nə vaxt daha müstəqil sonra- sayılır, kim nə zaman fasik sayılır, kim nə zaman Şeyxül kafir İslam- sayılır. Bunların hamısının qaydaları var. Bir İslam dəqiqə dini sən- qaydalar üzərində qurulur. Qardaşım, Mən də səndən sən- tələb edirəm ki, necə mən gətirdiyim Qurani-Kərimdən və yaxud Səhih hədisdən, sən də zəhmət olmasa Qurani-Kərimdən bir ayə və yaxud sünnədən bir Səhih hədis gətir ki, Mən sənin- öləndən mən sonra sənin- kimlənsə təvəssül eləmək olar. Gözləyirəm. Mən sənin öz alimlərimin şahadəti ilə bu Ay qardaş, ispat öz edirəm. alimlərinə qalsa Mən tərif bəhsində mən sənə gətirdim. O boyda tərif məsələsinə sən dedin ki, xəta eləyiblər. Üstündən keçdin. Tamam da, sən- İndi sən də sən deyərsən- indi sən qulaq as. Nasıl sən də deyərsən xəta sabır ol, eləyiblər də? sabır ol. Sən o Sən boyda deyirsən xəta Allahın eləyiblər də, Allahın Allahın bir gətir. kitabının O zaman Allahın haqqı bilsin. deyirəm Allahın kitabının tərif olunması mövzusunda sən xırda xəta eləyiblər deyib üstündən keçdiyin kimi, mən də burada xəta eləyiblər deyib keçə bilərəm. Amma bu Ay bizi sağ ol, bu qoy bizi mən gətireyim, amma bu bizi qoy mən gətireyim. qurtarmayacaq. Vallahi qiyamət Aman ver, ay qurtarmayacaq. qardaş, bir dənə səbirli ol. Aman ver, mən gətirim, sən deyərsən xəta eləyiblər də, nə problem var ki? O Yox, cavab birini bilsin. gətirdin, yallah birini gətirmədin, üçünü, beşini gətirdin. Nə dəyişir ki burada? Mən Sən səndən deyirsən, tələbim xəta olmayandan eləyiblər. sonra sabaha qədər gətirin. Nə dəyişir ki güya burada? Mən Ona sənə demək deyirəm ki, ki, sən mənə- Qurandan ya ayət gətir, ya da sünnədən səhih hədis gətir. Mən səndən başqa şey tələb eləmirəm. Sünnənin səhih hədislərini bu alimlərin sözləri ilə gətirəcəm. Yo, alimlər Zaten məsum sünnənin- deyil axı. Kullu bəni Necə Adəm yəni? xata. Sən- Hər bir bəni Adəm Ay xatalı. qardaş, hədisin bir dəqiqə, hədisin səhih olduğunu alimlər İbrahim, kəlam eləməyək. Deyirəm ki, yormayaq da bir-birimizi. Yox, hədisin səhih olduğunu alimlər təsdiq edir. Dəlilə bax. Əddəlilu Sən sadəcə alimlərin bilirsən ki, əhlüsünnə alimlərin İbrahim, üçün ay İbrahim. Əksəriyyət bunu qəbul edir deyə, sən Qulaq as qorxursan. bir dəqiqə. Deyirəm Sən ki, qorxursan ki, mən bunu oxuyub ifade mən, edərəm. mən vallahi billahi tallahi istəyirsən 100 dənə əhlüsünnə billahi tallahi istəyirsən 100 dənə əhlüsünnə var. Dəlil iddiası tərəfdən olmalıdır. Mən də sənə deyirəm ki, Qurani-Kərimdən, qulaq as, Qurani-Kərimdən ya möhkəm bir ayət gətir, ya da sünnədən səhih bir hədis gətir ki, əmvatlarla, ölülərlə təvəssül eləmək olar. Sən Mən də bunu indi tamam səbirli ol. Qardaş, bu aman vermir məndən. Səbirli ol, qoy mən dəlillərini gətirim. Yox, sənin dəlilin adekvat deyil. Mən burada niyə sənə Adekvat izadə deyəndə sən, yox bir dəqiqə, qardaşım bir dəqiqə, belə bəhs olmur. Ümumiyyətlə sənə kim bu qaydanı qoyub ki, təvəssülün bütün dəlilləri, bütün növ dəlilləri sünnədə Bəli, bu Quranda açıqlar olmalı. bu ibadət, bir- təvəssül ibadətdir. Hə? Təvəssül ibadətdir. Xeyr, itaətdir. İtaət ibadət deyil. İtaətin bəzi növləri var ki, itaət. Ay kişi, itaətin hansı növ ibadət deyil? Bir dənəsini misal çək. İtaətin hansı növ ibadət? Peyğəmbərə itaət edirsən, Peyğəmbərə itaət ibadətdir. kimə ibadətdir? Allah'a ibadətdir. Allah Subhanahu taala Peyğəmbərə dedi ki, itaət, Peyğəmbərə Bəli. itaət al. Bəli. Qulaq as. Bəli. Peyğəmbərə itaət, Peyğəmbərə ibadət. Deyirəm ki, Peyğəmbərə ibadət deyil. Peyğəmbərə itaət Allah'a ibadətdir. Çünki ibadətin Aa, tərifi, sonra Peyğəmbərə təvəssülə ibadətin Allah'a tərifi itaətdir. qulaq as. İbadətin tərifi Allah Subhanahu taalanın sevib razı qaldığı, əmr etdiyi sözlər və əməllərdir. Və ibadətin tərifinə görə də Peyğəmbərə itaət Bir Allah'a feilin ibadətdir. əsli, yenə qarışdırdım. Bir feilin əsli özü. Ola bilsin ki, itaət olsun, ibadət olmasın. Amma Arkadaş bir feilin İslamda elə bir ola şey bilsin- yoxdur İbrahim. Özündən Necə uydurma. yox? İslamda Necə? itaət olub ibadət olmayan şey yoxdur. Valideynə də itaət eləsən ibadətdir. Peyğəmbərə də itaət eləsən ibadətdir. Valideynə Allah'a da itaət itaət, eləsən ay kişi, ibadətdir. ay qardaş, Amma bu ay, bir Allahın dəqiqə. əmr etdiyi də ibadət sayılır. Həmin o itaət etdiyini ibadət etmiş sayılmırsan. Mən Ay, deyirəm ki sağ ol. sənə, sən Deməli, deyirsən, deməli deyirəm əməlin əsli nə olur? Əməlin əsli olur itaət. ibadətin əsli də, itaətin əsli də haramdır və ibadət də, itaət də Dinlər təvqifidir. haramdır. Allah və Rəsulu nə dedisə, Dinlər odur. ibadətin əsli. Qulaq as söz Qardaş, verirəm, niyə qulaq as. danışırsan? Mən deyirəm, İbadətin əsli haram İbrahim, nədir? təvəssül ibadətdir ya yox? İtaətdir, ibadət. Təvəssül deyil. ibadət deyil deyirsən? Yox. De vallahi billahi təvəssül ibadət deyil. Vallahi billahi mənim Ay, Əqidəmə mənim görə yox təvəssül İbrahim, ibadət. Şiə məzhəbinə görə təvəssül ibadətdir ya yox? itaətdir. Sən itaəti ibadət saymırsan, yəni ümumiyyətcə. İtaətin əsli ibadət deyil, yox. Ay, bu nə danışır qardaş? Sən nə Ha, danışırsan? Peyğəmbərə itaət edirsən, Ay, ibadət sən nə danışırsan? Sən yəni xırda bir məsələni, sən nətər təvəssül ibadət deyil deyirsən, sonra da deyirsən Yox, ibadət deyil. Yox, itaət, ibadət nətər deyil. itaətlərin istənilən itaət növünün hamısı ibadətdir, istənilən. Çünki Allah Ay, Subhanahu taala, Allah Subhanahu taala Təvəssül- valideynə itaət edir, əmr eləyirsə, sən valideynə itaətindən Allaha ibadət etmiş sayılırsan. Həmçinin Allah peyğəmbərinə ibadət itaət edirsən, edirsən, əmr ha, eləyirsən. Allaha ibadət edirəm sayılsın da Ay, valideynə valideyn demirəm, ey valideynə itaət. Söz çalam oyun oynama. Yox da, burada. vəssalam da, Mən vəssalam. deyirəm ki, təvəssül ibadətdir və ibadətin əsli də haramdır. Niyə? İbadətin Çünki əsli ibadəti, haramdır. bəli, çünki ibadəti təyin edən Allah və Rəsuludur, Quran və sünnədir. Və sən ibadəti təyin etməkdən ötürü qeyri-məsuma, şəxsi rəyə, çıxarışa, ictihada getmirsən. İbadəti Ya, təyin bir etməkdən dəqiqə, ötürü bir dəqiqə. Ay, birbaşa, şəri birbaşa məsələ, şəri Allah məsələ. və Rəsulunun sözünə qayıtmalısan. Quran və Səhih hədisə. Bir Mən də dəqiqə. deyirəm ki, Qurandan və Səhih hədisdən bir dənə dəlil gətir həmin bu Bir tərəfdən. dəqiqə qardaşım.
ümumiyyətlə hansı ki bu fikri məsələdə təvəssül fikri məsələlərdəndir. Bəli. Etiqadi məsələlərdən deyil. Bax bu fikri məsələ qayıdır hara? Alimlərin fəhminə, alimlərin ictihadına, fikri məsələ. Hər fikir Alimlər məsələ ne- alimin ictihadına qayıtmır. Necə qayıtmır? Sən nə danışırsan qardaş? Çünki Allah Subhanahu taala məsələn heyz barəsində və digər fikri məsələlər barədə və yaxud Rasulullah müəyyən fikri məsələlər barədə Allah söz Subhanahu deyibsə, alimlərin, söz yox, deyibsə, alimlərin- qulaq as. alimlərin Bir fikri- əmr ediblərsə və yaxud nədənsə çəkindiriblərsə, məsələn Allah Subhanahu taala deyir ki, donuz ətini yeyib, donuz əti yeməyin. Fikri məsələdir, haramdır, düzdür donuz əti. Harası bir alim gəlib Allahın əmrinə qarşı gəlib də orada ictihad eləyə bilməz ki, bəy yox, burada donuz əti Allah belə deyil, amma belədir. Allah Subhanahu taala Alim, birbaşa öz alim, əmr bak edir ki, ki, donuz Ay, ətini yemə, qardaş, haram qardaş, və indi istisnasını başladı. qoyur ki, ölüm zamanı, Elə ölüm deyil, təhlükəsində. elə deyil məsələ. Məsələ elə deyil. Alim bilirsən harda ictihad edir. Alim o yerdə ictihad edir ki, təfərrüatlarda, təfsilatlarda Allah Subhanahu taala bəli donuz ətini haram eləyib. Amma donuz əti istisna hallarda yeyilə bilər. Bəli, O onu da deyil. istisna halların bir dəqiqə. O istisna halların təfərrüatında, təfsilatında alim ictihad edir. Ay kişi, Allah öz İndi necə ki, ayətdə Allah deyir ki, Subhanahu va Taala- Allah öz ayətdə onun istisnasını qoyur da, sən Qurandan bir xəbərsən deyə bilmirsən. Bir Allah dəqiqə, Subhanahu taala öz Allah ayətdə deyir ki, Təbarək və Təala- donuz ətini yeməyin, amma sizi üçün məcbur olub yeməyiniz istisnadır. Ayənin axırına qədər oxu. İndi hansı yerlərdə məcbursan? Hansı yerlərdə, bəli, məsələ Hə, bu getdi alimlərin ictihadına. əsl məsələsində təvəssül, məsələn, təvəssül ibadətdir, ibadətdir. Təvəssül etmək caizdir ya caiz deyil məsələsini Allah Subhanahu taala özü qoyub ya da Rəsulu qoyub. Amma sonra bunun təfərrüatını, müəyyən furularını alimlər haqqında danışa bilər. Amma məsələ budur ki, biz bunun birbaşa caizliyinə gətirmək istəyirik ki, görək bu təvəssül caizdirmi, müstəhəbdirmi, Bəli. haramdırmı? Bunun fikhi hökmünü ya Rəbbimiz ya da Rəsulumuz qoymalıdır. Ay bə- ay Çünki bə- bu bir ibadət dəqiqə- məsələsidir deyə, ibadət məsələsi də təvqifi məsələdir. Bir dəqiqə aman ver, bir dəqiqə qardaşım. Bir şeyin haramlığı nə ilə isbat olunur? Quran və səhih hədislə. Aysa bir şeyin haramlığına dəlil yoxdursa, o şey halaldır, düzdür? Ay İbrahim, mən niyə başqa yerə qaçmaq istəyirəm? Deyirəm, Deyirəm ki, tələb edirəm. Və deyirəm gətir də bir dənə Arkadaş, Qurandan dəqiqə, ayə ya da bir dənə bir hədis dəqiqə gətir. də. Arkadaş bir dəqiqə. Yox, sən Amma başqa bir- şeylər danışsan. Mən sənə sual Deyirəm başqa ki- şey verirəm. Sən başqa şey danışsan. Deyirəm Deyirəm bir ki- dənə dəlil gətir ki, Qurani Kərimdən ya da səhih hədisdən təvəssülə icazə Deyirəm versin. ki, deyirəm ki, Allah Təbarək və Təalanın halalları və haramları nə ilə bəlli olur? Bir şeyin haramlığına dəlil yoxdursa, o şey halaldır, düzdür? İbrahim, deyirəm ki, Qardaş, bir dəlil şeyin gətir. haramlığına dəlil yoxdursa, o şey Dəlil haram. gətir, İbrahim, Haramlığına dəlil. dəlil yoxdursa, Dəlil. qardaş bu niyə suala cavab Deyirəm verirsən? dəlil Nədən gətir. qorxursan? Sualına cavab verməyəcəm. Sən mənim necə sualımdan qaçırsan, mən də sənin sualından qaçıram. Sənin Deyirəm sualına dəlil cavab gətir. verirəm də. Sualıma cavab ver də. Deyirəm Qurani Kərimdən ya da səhih hədisdən bir dəlil gətir ki, Deyirəm təvəssül ki, icazəlidir. deyirəm ki, ay qardaş, deyirəm ki, bir şeyin haramlığına dəlil yoxdursa, o şey halaldır, düzdür? İbrahim dəlil gətir. Qurani Kərimdən Allahu Ekber. ya da səhih hədisdən bir dəlil gətir. Gözləyirəm. O subhanallah, ay qardaş. Allah Peyğəmbər sallallahu əleyhi və Təvəssülü, səlləm, Peyğəmbər təvəssülü. sallallahu əleyhi və səlləm Quran öz səhih hədisində buyurur ki, İslam dinində haramlar da, halallar da bəllidir və haramların, halalların ortasında olan şübhəli şeylər vardır. Siz deyir, o şübhəli şeylərdən çəkinin ki, nicat tapasınız. İslam Hətta bir şeyin dinində haramlığına- haramlar və halallar Həsən. bəllidir. Sadəcə şübhəli Həsən, şeylər Həsən. var və o Həsən, şübhəli Həsən. şeylərdən də qaçınmaq lazım olduğunu Gözəl, bilmək gözəl. deyil. İndi Gözəl, zəhmət gözəl. olmasa mənim dediyimə təqdim elə dəlilini. Gözəl. Bax bir dəqiqə səbirli ol. Allah Rəsulunun hədisi çox gözəl hədisdir. Bəli. Zaten bu hədisdən başa düşülən budur ki, əgər bir şeyin haramlığına dəlil yoxdursa, o şey halaldır. Ay İbrahim Bəs- dəlil gətir. İndi- indi bir dəqiqə, indi bir dəqiqə. da bir-birimizi. İndi bir Deyirəm dəqiqə. dəlil gətir də. Niyə uzatırsan? Bir dəqiqə, indi bir dəqiqə aman ver. Hə. İndi bir dəqiqə aman ver. Gözlə. Artıq sən Gözləyirəm. razılaş. Artıq sən razılaşmısan, başqa bir yolun yoxdur. Qurani Kərimdən bir ayət ya da sünnədən səhih bir hədis İbrahim gözləyir qala. İbrahim gözləyir qala. Görək alimlər Yox, bu haqqında. birbaşa nə deyir? imamlar, Yox. birbaşa, Bir şey haramlığı. birbaşa, Haramın havalı təyin. Birbaşa, təyin bax, edirik də. birbaşa, Razılaşmadıq. birbaşa, Yoxsa təyin edirik də. birbaşa imamdan, İmam Əli radiyallahu anhudan xutbəsində İmam Əli deyir ki, Nəhcül Bəlağada. Deyir, İnnə əfdalə mə təvəssələ bihil mutavassilun ilallahi subhanahu və teala. Deyir, ən əfdal, ən fəzilətli təvəssül odur ki, təvəssül eləyənlərin Allaha tərəf. Əl-imanu bihi və bi rasulihi. Allaha iman etmək və Rəsula iman etmək. Vəl cihadu fi səbilihi və onun yolunda cihad eləmək. Fə innəhu zirvətul İslam. Bu həqiqətən də İslamın zirvəsidir. Və kəlimətul ixlas fə innəhəl fitra. Və ixlas kəlməsi o fitrətdəndir. Və iqamus salə fə innəhəl millə. Və namaz qılmaq o zəkə fə innəhə fəridatun vacibə. Və zəkat vermək bu vacib fərzlərdəndir. Və savmu şəhri Ramadan fə innəhu cənnətun minəl iqab. Və Ramazanın orucunu tutmaq cənnətin iqablarındandır. Və haccul beyt iləl axir. İmam Əli radiyallahu anhu burada
ən gözəl, ən əfdal təvəssülü açıqlayanda nəyi qəsd elədi? Nəyi dedi? Dedi ki, Allaha və Rəsuluna iman etmək, Digərini onun inkar yolunda elədi. cihad Ay etmək, qardaş, İslamın namaz qılmaq, oruç tutmaq. Gətirdiyin dəlildən bir dəqiqə. Deyirəm, gətirdiyim dəlildə İmam Əli deyirmi ki, Gətirdiyin Peyğəmbərin dəlildən- qəbrinə, bizim qəbrimizə gəlin, bizdən istəyin. Bir dəqiqə, gətirdiyin dəlildən xəbərin yoxdur. İmam Əli əleyhissalam təvəssülün üstün cəhətlərini zikr edir orada. Bu o demək deyil, təvəssülün digər. Və niyə dana, niyə yəni ən üstün təvəssülü qoya niyə gedib öz yəni ən alçaq təvəssül növünə əl atsın? Yəni kim deyir ki, ən alçaq təvəssül Bəs bu? burada mən demirəm, İmam Əli deyir, nətər kim deyir? İmam Əli deyir. əleyhissalam təvəssülün digər növlərini inkar eləmir. Yox, bax burada ən əfsəllərin arasında Və- sənin və- dediyini zikr eləyir. Və üstəlikdə bir dəqiqə, qardaşım, bax Yox, sənin dediyini zikr elədi İmam Əli burada. Bəli, digər hədislərdə zikr eləyir də. İmam Əlinin hədisləri ondan qurtarmır ki, bir yerdə hədis demir ki, Gətir, İmam bir Əli. dənə hədis gətir ki, desin ki, ən üstün təvəssül de bizim qəbrimizlə şərif təvəssül eləməkdir. Gətir. Sən bir dənə dəlil gətirsin, qadağa qoysun İmam Əli. Deyirəm, gətirirəm ki, burada demir də, burada fakt Allaha imanı, Orada Allaha deyir ki, salih əməlləri, orada deyir cihadı, ki- namazı, orucu zikr Bir edir. dəqiqə, ay Deyirəm qardaşım. İmam Əlidən bir hədis gətir ki, Orada desin ki, deyir gəl ki- bizim qəbrimizdən istəyin. Yo, orada deyir ki, Əleyhissalam orada deyir, qəbirdən istəməkdən söhbət getmir. Yəni qəbir ortalığa atırsan ki. Biz deyirik ki, qəbirdən istəyək. Qəbirdən deyəndə yəni söhbət ölüdən gedir da İbrahim. Niyə çalam eləyirsən? Təvəssül gedir. ölüdən istəmək deyil ha ki. Ölüdən istəməkdir. Sən zəhmət olmasa gətir görüm sənin etdiyinə dair. Bir dənə səhih hədis. Təvəssül var. ölüdən istəməkdir. Bizə görə bəli icazəlidir ölüdən istəmək. Ha, indi gözlə. Asıl ol, Gözlə. səbirli ol. Səbirli ol. Aman ver biz də danışaq da. Nə olacaq? Gözləyirəm. Bax, alimin birini gətirmişəm. Bax, Əl-Furu kitabında səhifə 384-də. Babu salatu salat babında Şeyxülislam Ki, Əl-Allama alim demirəm İbrahim, yenə Əl-Fəqih, Fıransa. Əl-Muhaddis Şəmsuddin Muhammed ibn Muflih Əl-Həmbəli İbn Teymiyənin tələbələrindən biridir. Bax nə deyir bu adam? Qulaq as, bax nə deyir bu adam? Deyir ki, "Və yazuzu təvəssülü bis-salihin" salih şəxslər vasitəsilə təvəssül eləmək caizdir. Və qilə yestəhəbbu və deyilib ki, bu müstəhəbdir. Qalə Əhmədu, Əhməd deyir, Əhməd ibn Həmbəl. Deyir ki, kətəbəhu lil-Məruziyyə. Hansı ki, mənsəb kitabı var, Məruziyyə yazdığı kitabdır. Deyir ki, o kitabda demişdir ki, İnnehu yetevəssəlu bin-nəbiyyi sallallahu aleyhi və səlləm. Deyir ki, Peyğəmbərin vasitəsi ilə təvəssül eləmək nədir? Caizdir. Və cəzəmə bihi fi musta'u fi qayrih. Deyir ki, bu görüşü Musta'ub kitabında, hansı ki icmaları rivayet edir orada. İcma hamı deyir bunu qəbul eləmişdir. Heç kim bunu inkar eləmir. İmam Əhməddən gətirir. İmam Əhməddən. Deyirəm ki, İndi Əhməd ibn Həmbal. mənə alim sözünə qalsa mən də şia alimlərinin sözlərini gətirirəm ki, bu dəqiqə. Onlar vəsiləyə sənin verdiyin mənanı yükləməyiblər. Qəbirdən istəmək, gedib ölüdən istəmək. Onlar vəsiləyə salih əməl mənasını yükləyiblər şia alimləri, şia təfsirçiləri. Alimə qalsa mən sənin gətirdiyin alimlərin həm əhlüsünnədən ziddini, həm də şiələrdən ziddini gətirərəm. Məsələ alim məsələsi deyil. Məsələ Quran-Kərimdən bir ayət ya da hədisdən bir səhih hədisdir. Deyirəm gətir də bir dənəsini gətir. Gör hansı ayədə ya da hansı hədisdə bir dənə dəlil gətir ki, desinlər icazəlidir ölüdən. Bəhrəm qardaş, bir dənə səbirli ol. Bax, mən qəbul eləyəcəm ki, təvəssülün Quran və sünnədən heç bir dəlili yoxdur. Amma bir şərtlə. Eləyəcəm, qəbul eləyəcəm. Amma bir şərtlə. Elədində zaten dəlil gətirməməklə elədində zaten. Yaxşı da, bir dəqiqə səbirli ol. Amma bir şərtlə denən ki, İbn Muflih, daha sonra Şeyx Nasiruddin, daha sonra İmam Əhməd ibn Həmbəl. Denən ki, bunlar bidət əhlidir, Quranda olmayan bir şeyi caiz görüblər, denən mən qəbul edirəm. Birincisi, Allah Subhanahu taalanın ayətinə və Rəsulun səhih hədisinə kim müxalif bir söz deyirsə, o bizi ilgiləndirmir, o onun özünü ilgiləndirir. Və sənin gətirdiyin hədisdə və yenə deyirəm İbrahim, yenə sözümə qulaq as. Sənin oxuduğun Əhməd olsun, İmam Məlik olsun, Əbu Hənifə olsun, kim olur olsun deyirsə, hər bidət eləyən bidət əhli olmur. Sən bunu bilmirsən. Hər bidət eləyən bidət əhli sayılmır. Ay kişi, deyirəm ki, hər bidət eləyən nə şiədə belə qayda yoxdur, nə əhl-i sünnətdə belə qayda yoxdur ki, bir bidət eləyən, bir dəqiqə səbirli ol da. Deyirəm hər bidət eləyən bidət əhli sayılmır, hər küfr eləyən kafir sayılmır, hər şirk eləyən müşrik sayılmır. Sən hələ bir usul qayda nədir bir onu öyrən İbrahim istəyir. Sənin usul qayda mənə lazımdır. Və mən istəyir mənim, istəyir sənin fərqi yoxdur. Mən səndən heç bunu mən bunu hələ baxmaq lazımdır sənin gətirdiyində alimin qəsdi nədir? Alim onun davamında nədən danışır? Alim burada hələ bu baxılmalı məsələdir. Sən burada zənni məsələ gətirirsən, amma mən sənə qəti Allah Subhanahu taalanın birbaşa ayəsini ya da ki Rasulunun sünnətindən bir səhih hədis gətirirəm ki, yəni bir dənə də olsun mənim gətirdiyimə rəddiyən varmı İbrahim? Rəddiyən varmı ki imamlardan ya peyğəmbərlərdən səhih bir hədis varmı ki, yəni ki desinlər ki gəlin bizim qəbrimizdən istəyin və yaxud gəlin bizim zatımızdan istəyin. Ay qardaş bir dəqiqə. Deməli əl-insaf fi ma'rifatur racih min al-xilaf. Yəni oxuyub keçməklə burada əzbərçilik eləmə də qabağına. Sualıma cavab ver, da İbrahim. Sualıma cavab ver.
Sualıma cavab ver, sualıma. الإنساف في معرفة الراجح من الخلاف على مذهب الإمام Ay kişi, öz məzhəbinin dəlilini gətir, öz Səhifə məzhəbinin. 430. Öz məzhəbindən dəlil gətir deyirəm. Qurana və Tamam ben sünnəyə. axırda Bəhrəm qardaş, axırda etiraf edəcəm ki, Şiələr bidət əhlidir bu məsələdə. Axırda bunu etiraf edəcəm. Yox, yaxşı? deyirəm ki, öz məzhəbinə uyğun Deyəcəm, dəlil axırda gətir. deyəcəm. Və bayaq dediyim məsələ var idi. Bayaq dediyin təvəssül ibadət deyil, itaətdir. Və bayaq dediyin məsələyə dair Axırda də deyəcəm ki, danışdığına uyğun, qulaq, danışdığına uyğun bayaq dediyin məsələyə. Axırda deyəcəm ki, bir dənə, axırda bax səndən deyəcəm sonra ki, tələb edirəm. Demirəm əhl-i sünnət, demirəm əhl-i sünnətdən gətir. Bir Yox, dənə axırda öz deyəcəm alimlərindən, ki- öz alimlərindən gətir ki, hansı böyük şia alimi, qədimi və yaxud mütəxir fərqi yoxdur. Alim deyib ki, təvəssül məsələsi ibadətdən deyil, itaətdəndir. Bir Bir dənə dəqiqə, şia alimi bir gətir dəqiqə, ki, desin bir ki, dəqiqə. itaət ibadət deyil. bir dəqiqə, qardaşım, zəhmət olmasa vaxt verin hərəyə 3 dəqiqə. Yox, mən vaxt istəmirəm. Yo, mən istəyirəm. Çünki adekvat danışmırsan, sən başqa şey Adekvat danışırsan. özün aman vermirsən. 1 dəqiqə qardaş. Bir Valla dəqiqə. dəllə cavab Zəhmət vermirsən, olmasa- dəllə cavab verməyəndən sonra mən sənə Zəhmət olmasa, ay Bəhrəm, bir aman ver vaxt istəyək də. Buna aman ver də heç olmasa. Qardaş, Rica edirəm, aman, şuradasın. aman nə vaxt verilir? Aman o vaxt verilir Əxi, ki, bir daha üzr istəyirəm. haqlı söhbət edirsən. Doğrudan da Haksız yox. vallahi həqiqətən də aşağıdan həqiqətən heç nə başa düşmək olmur. İkimizin də səsi bir-birinə qarışır. Nədə Ən vaxt yaxşısı ver? mənim gəlir. Ha. 3 Polis dəqiqə. vaxt ver də axı. Allah vaxt verək, vaxt verək amma bir şərtlə ki, baba yəni necə şərt qoyub? Bir şərtlə ki, belə. İndi bir şərtlə verilsin ki, mənim tələbimə uyğun cavab verilsin. Mənim Yox, tələbimdən başqa şeydən sənin cavab verilsin. tələbin, sən səhv tələb edirsən. Yox, düz tələb eləyirəm də mən özümə Vaxt aid verilsin. dəlillərimi gətirirəm, amma sən özünə aid Təbii, dəlil təbii. gətirmirsən. Sən girsən aid Təbii, sünnətin təbii. alimlərindən gətirməyə. Qardaşım, vaxt verin mənə zəhmət olmasa. Sonra da bu adama verin 3 dəqiqə. Dəlildə Orada qardaşım belə bax. deyək də, ay Bəhrəm, bir də eşitsən axı. Ha. Bir dənə vaxt verək, deyirsən mənim suallarıma cavab ver. Qoy auditoriyada görsün. Əgər suallarınıza bir-birinizin cavab verməsəz, vaxtın olsun ki, mücahid. Yəni bir-birinə elə bir ki, sualına cavab versinlər. Məsələn, Bir dəqiqə, çox yox, bir dəqiqə. Əxi verməsə, sualına cavab verməsə, növbəti vaxtında onu da iradını bildirsin ki, sualına cavab İradını gəlmir. bildir ki, mən vaxt istəmirəm. Çünki bu suallarıma 3 dəqiqə. Qardaşım, mənə də qarşı tərəfə də 3 dəqiqə vaxt verin. Simbolis Zəhmət vermirsən, mən belə verə bilmirəm sən oradan. Yox, yox, yox. Bakın Zalal vermeden önce bunu değil Mücahit. Yox, qoy Vaxt verilib artıq. Üzr istəyirəm, vaxt Sonra sən verilib. danış, mücahid, problem yoxdur. Vaxt verilib artıq. Baxın, əziz auditoriya, əziz qardaşlar, baxın, bu insan məndən Quran və sünnədən dəlil tələb edir. Bizim bildiyimiz kimi Quran və sünnənin hökmləri, açıq-aşkar dəlillər alimlərin fəhmi ilə, alimlər çıxardır ortaya. Yəni biz cahillər, Bəhrəm və mən kimi cahillər Quran və sünnədən açıq-aşkar dəlillər ortaya qoymağa qadir deyilik. İndi mən deyirəm ki, mən etiraf edəcəm ki, qardaşlar, axırda etiraf edəcəm ki, bəli, şiələr bu məsələdə bidət əhlidir, bidət ediblər. Heç bir dəlilləri yoxdur şiələrin. Bu məsələdə küfr ediblər. Amma bir şərtlə, şərtim odur ki, bu adam necə ki şiələr təvəssülü caiz görüblər, şiələrə bidət əhli deyirsə, mən də deyirəm ki, şiələr kimi sünnə alimləri də bidət ediblər. Bunlara da bidət əhli deyil. Sonra keçək başqa məsələlərə. Baxın qardaşlar. Deməli, Şeyxülislam Əl-İmam Nasiruddin Muhammed ibn Əs-Samuri Əl-Həmbəli. Deməli, Həmbəli alimlərindən bir alimdir bu alim. Bu alim deyir ki, ya Muhammed deyib, Həzrəti Muhammedin vəfatından sonra nə edə bilərsən? Qəbrin üzərində təvəssül edə bilərsən Allah Rəsuluna və salihlərə. Daha sonra Əl-Furul kitabında səhifə 384-də Babu Salət belə bir bab açıb. Şeyxülislam Əl-Allamə Fəqih Əl-Muhaddis Şəmsüddin Muhammed ibn Muflih Əl-Həmbəli İbn Teymiyyanın tələbələrindəndir. Demək nə deyir bu? Deyir ki, və yacuzu təvəssulu bih salihin, salih şəxslərin vasitəsilə təvəssül eləmək caizdir. Qalə Əhməd ibn Həmbəl deyir, kətəbu lil məruduyi. Deyir ki, Məriziyə yazdığı kitabda Əhməd ibn Həmbəl bunu caiz görmüşdür. Əhməd ibn Həmbəl bunu caiz görmüşdür. Daha sonra, qardaşlar, daha sonra. Əl-İnsaf mə fi ma'rifəti racih minəl xilafi alə mədhəbi İmam Əhməd. İkinci səhifə 430-da. Demək, bu insanda və minhə yacuzu təvəssülü bir racih salih alə səhihi minəl mədhəbi və qilə yəstəhubbu. Deyir ki, müstəhəbdir ki, məzhəbin görüşünə görə, icma gətirir, məzhəbin görüşünə görə müstəhəbdir. Nədir müstəhəb? Əhməd ibn Həmbəlin məzhəbinə görə müstəhəbdir. Demək, salihlərin vasitəsilə təvəssül eləmək. Sualım budur. Şiələr bidət əhlidir, mən razıyam. Amma birinci, öz alimlər bir bidət əhli adlandır sonra. Vəssalam.
Birincisi, yenə də mənim tələbimə uyğun, nə Qurandan bir möhkəm ayə, nə də səhih sünnədən bir hədis, nə imamdan, nə peyğəmbərdən gətirmədiyinə görə, tələb qaydası pozulduğuna görə boş-boş kəlam oyunları, kəlamlar, alimin sözü, kitab, bunların heç biri keçərli deyil. Necə ki, mən öz etiqadıma görə Qurani-Kərimdən təvəssülü gətirdim və açıqladım, həmçinin onun müqabilində səhih hədislər də gətirə bilərəm ki, yəni təvəssülün adlarla, təvəssülün salih əməllərlə, təvəssülün sağ olan, diri olan insanın duası ilə eləmək caizdir. Mən öz etiqadımı ortaya qoydum. Həmçinin də səndən tələb elədim ki, Qurani-Kərimdən ayələrlə və öz hədislərinlə, səhih hədislərinlə öz etiqadını ortaya qoy. Ortaya qoy ki, sənin mövqeyin bəlli olsun. Əhlüsünnə, ay əhlüsünnə alimi belə dedi, filan əhlüsünnə alimi belə dedi. Sən hələ usuldan qaydadan xəbərsizsən ki, bir şəxs xəta eləyəndə həmən onu bidətçi olmur, həmən onu kafir olmur, həmən onu müşrik olmur, həmən onu mübtədi olmur. Necə ki, keçən bəhslərimizdə mən Şia alimlərindən tərif məsələsini oxuyanda, sənin alimlərindən tərif məsələlərini o boyda Allah Subhanahu taalanın kəlamının dəyişilməyi barədə ciddi bir məsələni oxuyanda, sən üstündən keçdin dedin ki, xata eləyiblər də, xata eləyiblər. Nə deyək? Yəni onda mən də səndən tələb edeyim ki, onda sən də o boyda böyük qaymaq Şia alimlərinin, hansı ki Quran tərifini etiqad edən Şia alimlərinə gəl denən ki kafirdirlər, gəl denən ki bidətçidirlər, gəl denən ki müşrikdirlər. Amma sən özünə dedin ki orada, onlar xata eləyiblər də, xata eləyiblər. İstidlallarından belə çıxarış eləyiblər. Mən sənə dedim ki, öz məzhəbindən, öz mövqeyini ortaya qoy, Qurani-Kərimdən və səhih hədislərdən. Həmçinin də sənin alimlərindən də dedim, Maidə surəsi 35-in vəsilərin təfsirində istər Tabərsi, istər Şeyxut Tayfət-Tusi, istər Feydul Kəşəni, digərlərindən dəlil gətirərəm bu dəqiqə ki, onlar da oradakı vəsiləyə əməl-ü salih deyiblər. Allah Subhanahu taalaya salih əməl görməyi deyiblər. Deməyiblər ki, peyğəmbərin qəbri, peyğəmbərdən istəmək, ölülərdən istəmək. Və həmçinin sənin oxuduğun alimləri, hələ sənin oxuduğun nəqilləri də araşdırmaq lazımdır ki, alim elə söz deyib ya deməyib, deyib sənə qəsdən deyib. Sənin gətirdiklərində deyirsən ki, filankəs deyib ki, peyğəmbərlə təvəssül etmək caizdir. Peyğəmbərlə təvəssül etmək nə vaxt caizdir? Alim orada nədən bəhs edir? Peyğəmbərin sağlığındaykən caizdir, yoxsa peyğəmbər ölüb getdikdən sonra onun sünnəti ilə əməl etmək, ona təvəssüldür. Məsələn, peyğəmbər vəfat etdikdən sonra onun sünnətinə əməl etmək təvəssülün bir növüdür, ibadətdir. Yəni peyğəmbərin sünnəsinə əməl eləmək peyğəmbərə və Allaha yaxınlaşmaqdır. Qiyamət günü nicat tapanlardan olmaq deməkdir. Bəlkə alim onu bu qəsdən deyib, bəlkə o qəsdən deyib. Sən zənni məsələni gətirib möhkəm dəlillərə qarşı qoya bilməzsən. Mən səndən tələb edirəm, bir dənə də olsun öz etiqadına uyğun, Qurani-Kərimdən ya da səhih hədisdən dəlil gətir və öz mövqeyini ortaya qoy İbrahim. Gözləyirəm. Baxın, qardaşlar, bu adam yenə də suallara cavab vermədi. Yenə də suallara cavab vermədi. Deməli, əhlüsünnə alimlərindən olan Əş-Şəvkani Qardaş, bax, bir dənə səbirli ol abi. Bax, sən bir dəfə danışmısan, o da bir dəfə danışıb. Yəni, bir dənə hər 3 dəfə danışmışıq, 3 dəqiqə danışmışıq. Buyur. Bu belə buna neyiniyək qardaş? Bax, biri tərəf deyir ki, mənim indi yenə İbrahim alimləri oxuyur. Yəni bu belə də gedəcək. Biri alim oxuyur, biri deyir mənə dəlil gətir. Bir alim neyiniyək yar belə? Yox, siz qardaşım, siz açıq-aşkar burada etiraf eləyin ki, bu təvəssülü caiz görən əhlüsünnə alimləri bidət eləyib, bəhsi Sən bağlayıb. birinci Quranın tərifini etiqad edən alimlərə kafir dedin. Quranın təhrifi aliminin hansı məsələdə xataya düşdüyü məsələ isbat eləmişəm, sübut eləmişəm. İndi sən Nə isbat edibsən, nə isbat edibsən? bəhs olub, Xata eləyən, bir məsələdə xata eləyən Yox, bidət bəhs olur. olub, Yox, bəhs bir olub. məsələdə İbrahim, bax, ədalətli ol, Quranın ədalətli ol. danışmaq istəyirsən, Deyirəm danış. ədalətli ol, onu demirəm, onu danışmıram. Deyirəm bir məsələdə xata eləmək. Bir məsələdə xata eləmək insanı bidət əhli eləyir. Bəli, bidət əhli eləyir. Onu deyirəm, keçən dəfə bəs alimlərə deyərdin də bidət əhli, niyə demədin? Niyə bidət əhli demədim? Onların dəlillərini gətirmişəm. Gətirmədin, Sən xeyr, özün dəyişmə. gətirmədin. Gətirmişəm, YouTube-da paylaşmışam. İbrahim səsim gəlir axı. Bəli, qardaşım. Bax, Bəhlin Şirin, Bəhrəm qardaş deyir ki, bu işdə xəta eləyib də. Yəni Hə mən deyirəm də zaten kim icazəli İbrahimin oxuduqlarına nə bilinmir. Bu zənni mən baxmalıyam o mənbələrə ki, doğrudan da alim bunu bu qəsdənmi deyir. Baxmalısan deyəndə bax, səni tutub. Və mən deyirəm ki, kim istənilən adam fərqi yoxdur. Açıq-aşkar etiraf edirəm. İstənilən istəyir əhlüsünnə alim olmuş kim olur olsun. Mən dedim ki, bayaq İmam Malik rahimehullahın sözünü dəlil gətirdim ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin sözündən başqa istənilən şəxsin sözü rədd oluna bilər. Və bunun da meyarı, Quran və sünnəyə görə rədd olunur. Yox, sən İmam Malikdən o vaxt xəta tuta bilərsən ki, gərək İmam Malikdən daha üstün görüş gətirəsən. Ondan daha çox Hey, sən İmam Malikdən səhv tuta bilməzsən. Bilən, bilməyən, az bilən, çox biləndən xəta tuta bilər. Elə ola bilər ki, çox bilən xəta da eləyə bilər. Bu normal məsələdir. Əhməd ibn Həmbələ görə Qurani-Kərimdə təvəssülü qadağan edən bir dənə də olsa ayə yoxdur. İbrahim, yalan danışma da. Bax indi gətirəcəm ki, Əhməd ibn Həmbələ gedib çatmır, uydurmadır o həmən sənət. Deyəsən ki, başqasını gətir. Onu gətirəsən vuracağam, sonra başqasını gətirəsən vuracağam, sonra belə uzanacaq da. Nə mənası var? Mən səndən bir dənə dəlil tələb edirəm, onu da gətirmirsən. Alimdən gətirməyin nə mənası var ki? Onsuz da alimdən sən gətirəsən, mən onu... Necə yəni alim sənin etiqadını, əqidəni müəyyən edir. Elə şey olur.
Və indi məsəl üçün sənin bu gətirdiyin yalan olsa nə Sən- olacaq İbrahim? Sən yalan olsa deyəcəksən, isbat edəcəksin yalanını. Tamam, isbat eləsəm nə dəyişəcək? Sənin etiqadında nə dəyişəcək? Ay qardaş, sən güya burada kiməsə nəyisə hansısa bir özünə məxsus dəlilləri gətirsən nə dəyişəcək? Nə dəyişməlidir ki, ay Bəhrəm? Yəni deyirəm İsbat ki, edəcəksən sən ki, bu adam əhlüsünnənin arasına girməklə, yəni özünü burada sudan quru çıxarda bilmirsən. Sən Yox, öz dəlilini sən də gətirirsən. şiənin arasına Denən ki, etiqad özünü yox, sudan- mən heç burada şiənin etiqadından danışmamışam hələ. Hələ mən öz mövqeyimi ortaya qoymuşam ki, Mən də deyirəm mənim ki, mövqeyimə biz görə bunu. şiələr bu məsələni necə başa düşmüşüksə, əhlüsünnə alimləri də bunu elə başa düşüblər. Və hər kim Deyirəm məsələ ki, bunu bizim başa Ay düşdüyümüz İbrahim, ay İbrahim. Deyirəm ki, öz etiqadını isbat eləməkdən ötürü ya Qurandan gətir, ya da denən yoxdur. Ya Mən də hədisdən deyirəm gətir, ki, ya da mən də denən deyirəm yoxdur. ki, Denən mən də Quran və deyirəm- sünnədə yoxdur, keçək alimlərə, problem yoxdur. mən də deyirəm ki, bax qardaşım, deyirəm ki, mən etiraf edəcəm ki, şiələr bu məsələdə bidət əhlidir, küfr ediblər. Yaxşı, bunu etiraf edəcəm. Amma birinci sən etiraf elə ki, şiələrlə bu məsələdə müvafiq olan alimlər bidət və Mən deyirəm ki, denən ki, açıq-aşkar etiraf elə ki, Quranda və sünnədə Quranda yoxdur. olmayan, Quranda Quranda olmayan və bir şey sünnədə caiz yoxdur. Denən hə? keçək alimlərə. Vallahi keçirəm. Denən Quranda Quranda və olmayan- sünnədə buna aid dəlil yoxdur, keçək alimlərə. Yox, Quranda olmayan bir şeyi denən ki, caiz görüblər, bidət ediblər. Deyirəm ki, denən açıq-aşkar fırlatmadan, denən ki, Quranda və sünnədə yoxdur, keçək alimlərə. Sən də fırlatmadan, sən də Yo, fırlatmadan. birinci mən denən ki- dedim də İbrahim. Şərtimin üstünə şərt qoyma. Deyirəm ki, Quran-ı Kərimdə və sünnədə yoxdur, denən sonra. Sonra keçək alimlərə, problem Ay yox. qardaşım, Quran və sünnədə yoxdursa, bu sünni alimləri bunu hardan fətva Ay verir? sənin İbrahim, niyə boş-boş suallar verirsən? Niyə Bidət özün ediblər, yorursan ki? Niyə özün bidət yorursan? ediblər. Niyə mən yorursan ki? Yox, bidət ediblər. Deyirəm nə ki, düzdür? mən deyirəm ki, bayaq eyni sözü sual verdim, Muzahid də dedi. Mən Bidət dedim ki, ediblər, nə bəli. düzdür? Mən dedim ki, istənilən insan fərqi yoxdur, kim olur olsun. Və Peyğəmbərin üstəlik də, sözünə, üstəlik də, Peyğəmbərin sözünə və Allahın sözünə xilaf söz deyirsə, xəta etmiş olur. Mən Üstəlik də, səndən tələb sən necə edirəm ki, sübut tələb edirsən? edirəm Ay ki, qardaş, sən necə sübut gətir, öz edirsən ki? dəlilini gətir. Yox, sən necə sübut edirsən ki, Əhməd ibn Həmbəl, Əş-Şovqani və yaxud da İbn Mufli, müctehidlər, əllamələr, necə sübut edirsən ki, bunlar Allah təbarək və təalanın Onlardan sözündən birincisi xaric Əhməd ibn Həmbəl bunu icazəli bilməyibdi. İkincisi də ki, bunlardan daha böyük alimlərin və ümmətin cümhurunun rəyi ilə sübut edirəm ki, tarixdə necə ümmətin cümhur cümhuru, gətirə bilərsən ki, onlardan sən daha necə- böyük Ay alimlər bu təvəssüllə onu rədd edir. Sən necə cümhur gətirə bilərsən ki, bu məsələdə əks rəylər var. Nə cümhurdan danışırsan, nə nədən danışırsan? Cümhura əksəy ola bilmir. Cümhur sözünün mənası nədir? Sən bilirsən Əks. bilirsən. Ay qardaş, Cümhurun- cümhur cümhur Mən sözünün cümhur mənası icazə nədir, bilir. İbrahim? Cümhur Cümhur- sözünün mənası nədir? Əksəriyyətdə çoxu. Ay sağ ol. Çoxluğa zidd olmur heç vaxt. Çoxluq bunu icazəli bilir. Ay ki, çoxluq buna ziddisə, deməli bu icma deyil də, deyə ziddir. Başa düşdənmi? Cümhur o deməkdir ki, çoxluq, Yox, əksəriyyət çoxluq bunu- və əksəriyyətə də zidd oluna bilər də. Burada nə var ki, başa Çoxluq düşürəm. bunu icazəli bilir. Mən də deyirəm ki, çoxluq bunu icazəli bilmir. Və həmçinin, Gəl həmçinin danışaq bunu. Gəl sənin, danışaq bunu. sənin gətirdiyin kimi, Gəl danışaq. mən də qulaq as da, sənin gətirdiyin kimi mən də Əl-Hafiz İbn Abdülhadidən, Şeyxülislam İbn Teymiyyədən və digər alimlərdən gətirə bilərəm ki, həmin bu alimlər öz kitablarında zikr ediblər ki, bu İmam Əhmədə nisbət olunan bu görüş, digər əhl-i sünnətə nisbət olunan bu görüş ki, Allah Rasulunu öləndən sonra olanla zatı ilə təvəssül etmək olar. Həmin bu görüş deyiblər ki, və hədə məvdun. Bu uydurmadır. Və mən də bunu, Tamam da, tamam. indi bunu, məsələn, mən tutaq ki, bunu oxudum, Əl-Hafiz Bunu sübut eləyəsən də. Sən bunu Əl-Hafiz sübut İbn eləyəsən. Abdülhadidən oxusam ki, Əl-Hafiz İbn Abdülhadi Əs-Sarimul Mənki fi Raddi aləs-Subki kitabında 136-cı səhifədə 4 məzhəb aliminin bu görüşdə olmasını inkar edir və ya digər alimlərdən oxusam ki, bu görüşdə inkar edir bu görüşü, buna nisbət olunan nəqilləri. Sizin güya, yəni nəyi isbat etmiş olacam? Sən Mən deyəsən bunu- ki, əvvəl-salam, keçək Yox, başqa. mən sənə qulaq as. Mən sənə sübut edəcəm ki, cümhur bunu icazə Sən verir. suala niyə cavab vermirsən ki, qarşılığında suala sualla cavab? Ay qardaş, mən sənə Niyə sübut cavab edirəm ki, verirsən? əhl-i sünnətin cümhuru bunu caiz görür. Deyirəm, mən də deyirəm ki, əhl-i sünnətin cümhuru bunu caiz görməyib də. Deyirəm, oxudum tutaq ki, Və alimdən salamət oxuyanda nə danışaq da dəyişir? bunu. Yox da gəl bunu danışaq. da. Alimdən oxuyanda nə dəyişir, ay İbrahim? Çünki alimin sözünə nəqidə bina edirsən. Nəqidə Tamam, danışırsan. keçən dəfə mən oxuyanda niyə bina eləmədin alim? Sən keçən dəfəki söhbət qaldı, keçən dəfə. Yox, atmıram da. Atmaq kimi olmur. Sən prosto ədalət prinsipini qoruyub saxlamalısan. Bəli, mən Sən ədalət ədalət prinsipini prinsipini qoruyub qoruyub saxlayaraq deyirəm saxlamaqdan ki, ötəri də ədalət özünün etmədiyini məndən tələb edə bilmərsən. Düzdürmü? ədalət prinsipini qoruyub saxlayaraq deyirəm ki, sən nə dəlil gətirmisənsə, hamısına bir-bir cavab vermişəm. Xeyr, sən görsən Bəli, ki, elə Ay ədalət qardaş, prinsipini qoruyub. keçən dəfəki bəhsi müzakirə eləməyək də, indidən söhbət. Yox, indidən mən müzakirə eləmirəm. Sadəcə deyirəm ki, yəni yadına salım ki, İbrahim, keçən dəfə sən filan məsələni eləmişdin və filan ədalətsizliyi elədiyin halda məndən tələb Yox, edirsən. ədalətsiz Və mən bilirsən də- nədir? və mən də deyirəm ki- bu bəhs belə, bax bir dəqiqə, bu bəhs belə baş tutmayacaq. Bilirsən niyə? Çünki ədalətli prinsip nə ola bilər? Sən ki şiələri bidət əhli adlandırırsan bu məsələdə. Deyirsən ki, şiələr bidət edib, küfr edib, təvəssül eləməklə. Mən də Baxır bunun hansı növ müqabilində təvəssül? Baxır hansı növ təvəssül? Sənin bayaq oxuduğun Salihlərin zatına təvəssül. Sənin bayaq oxuduğun nəqildə zat sözü yox idi. Salihlərlə sözü var Ay idi. qardaş, təvəssül. Salihlərlə. Orada Və zat sözü gəlmiş salihlərlə təvəssülü mən də qəbul edirəm və əhl-i sünnət də qəbul edir. Necə? Baxır necə? Yox, zat sözü Təvəssülün qarışdırıb bir dürüstlük forması var. Salihlərlə baxır necə? Mən salihin sağ olan salihlə, bəli,
Mən bayaq necə ki Quran-ı Kərimdən oxudum Amma və sair sünni hədislər alimləri var. deyir ki, Sağ sünni olan alimləri alim, sağ deyir olan ki, salihlər mən gedib təvəssül eləyə bilərəm. ha deyir Amma ki, ölü olan arkadaş deyir ki, salihlər mən qəbrinə təvəssül eləyə versin. bilərəm. Qəbrinə, qəbrinə. Müəllim. Axı, bir daha görək Mücahid nəsə söz demək istəyir. Mücahidə yazdım WhatsApp-da. Nəsə deyirsənsə burada. Bir də söz verim. Yox, Vallahi biz bu vaxta qədər bəhs eləmişik. Necə mənə alimlərimdən dəlil gətirib, istiğasə məsələsində, şəfaət məsələsində, necə mən alimlərimdən dəlil gətirib, mən də sənə sənin alimlərindən dəlil gətirməliyəm. Mən sənin əqidəvi Sən etiqadını bir öz bilmək etiqadını ortaya üçün qoyursan axı. sənə yox, etiqadımı mən alimlərlə sabit eləməliyəm zaten. Mən sənin Öz əqidəni bilmək alimlərindən də, üçün öz alimlərindən, öz mənim hədislərindən. alimlərim icma ilə bunu caiz görürlər. Sənin alimlərindən deyirəm ki, sən imama birinci imamdan, sənin üçün imamın sözü hüccət olmalıdır, yoxsa alimin? Mənim üçün imamın sözləri buna caiz verir. Və İmamlar bunu caiz görürlər. imamlardan gələn onlarla hədisdən oxuyaram ki, imamlar ölülərlə təvəssülü insanlara tövsiyə etmir. Salih Tövsiyə əməllərlə etmir təvəssül yox. insanlara Arkadaş, tövsiyə tövsiyə etmir. etmir yox. İmamlar Allah təbarək və təalanın adı və sifətləri ilə təvəssüldən danışırlarsa, bu o demək deyil ki, imamlar digər təvəssül növlərini inkar Ay edirlər. mən də deyirəm ki, imamın bu cür əfdal dediyi təvəssülü niyə qırağa qoyub digər bundan aşağı fəzilətli olan təvəssül eləmirsən? Bəyəm mən inkar eləmirəm ki, Allah təbarək və təalanın adı və sifətləri ilə təvəssül ən üstün təvəssül növüdür. Mən bunu qəbul edirəm də. Həmçinin salih əməllərlə, düzdürmü? Mən bunu qəbul edirəm də. Mən bunu qəbul edirəm. Sadəcə Vəssalam digər da. təvəssül növlərin kim eləyirsə, bu bidət əhlidir. Digər təvəssül növlərini eləmək, bidət əhli də ola bilərsən, şirk əhli də ola bilərsən. Baxıram Aa, sənə. mən də deyirəm ki, bu batildir də. Mən də deyirəm ki, sənin Bidət dediyin və şirk batildir. adlandırırsansa, gəl baxaq sünni və şia alimlərinə. Kim bu işi caiz görübsə, Mən də deyirəm ki, Gəl deyək ki, bu adam mən də deyirəm ki, bidət əhli sənin deyil, gətirdiyin, bu adam sənin gətirdiyin məni bağlamır. Çünki sənin gətirdiyin alimin hər hansı bir sözü Quran və sünnəyə ziddirsə, mən onu götürmürəm. Və həmçinin Ay, sənin sabah da, gətirdiyin zənni götürmürsə, məsələdirsə, sənin gətirdiyin nəqlə mən baxmamışamsa və mən bilirəm ki, sənin gətirdiyin nəqildə Götürmürsənsə, İmam Əhmədə nisbət götürmürsənsə- olunan görüş, qulaq as. İmam Yox, oxuyub bəyəm, keçməklə bir dəqiqə gördü, qulaq as. Peyğəmbər dünyasını dəyişib. Qulaq as da, bir dəqiqə qulaq as da, oxuyub keçmə, qulaq as. Deyirəm ki, Yox, heç İmam oxumuram. Əhmədə nisbət olunan görüş, İmam Əhmədə nisbət olunan nəqil uydurmadır. Bunu Uydurma olsun Əl-Hafiz İbn